Hər dəfə məlumatlandırıcı video çəkməkdən biraz yoruldum. Bəlkə də siz də yorulmusunuz. Düşünürsünüz ki, biraz da əyləncəyə ehtiyacınız var. Mən də düşündüm ki, indiyə qədər təcrübəmdə yaşadığım və sizin üçün də maraqlı ola biləcək bir video hazırlayım. Yəni yaşadıqlarım əsasında psixoloqa verilən mənasız bildiyim suallar. Bəlkə siz mənalı görürsünüz, amma mən mənasız görürəm. Həmin sualları bugün sizinlə paylaşacağım. Deməli, mən 4 ildir ki, artıq aktiv şəkildə psixoloq kimi fəaliyyət göstərirəm. Əvvəlki illəri təcrübə kimi hesab etsəm, bu 4 il müddətində mənə müxtəlif suallar ünvanlanıb, çox maraqlı məqamlarda yaşamışam. Əvvəllər daha çox ünvanlanırdı, son vaxtlarda da baxıram ki, yenə o mənasız bildiyim suallardan verirlər. Və əvvəl saf olduğum üçün, bu sahədə yeni olduğum üçün insanları məmnun etməyə çalışırdım və həmin sualların mənasız olduğunu düşünmürdüm. Gəlin görək hansı suallardır ki, mən onları mənasız hesab edirəm. Burada indi ola bilər ki, sizin yanaşma tərziniz fərqlidir, buna bir şey deyə bilmərəm. Amma mənə görə bu sualları psixoloqa vermək çox mənasız və yersizdir. Siz heç əsəbləşirsiniz və ya da siz heç ağlayırsınız? Yox, mən qətiyyən əsəbləşmirəm, qətiyyən ağlamıram. Mən insan deyiləm, mən robotam. Heç bir insani hissləri yaşamıram. Yəni, düşünün ki, psixoloqun özü də nə qədər təcrübəli olsa da, nə qədər bilikli olsa da bu sahədə bir insandır, yəni ilk növbədə. Və onun da əsəbləşməsi, ağlaması təbii bir prosesdir. Yəni, hər bir insanda ağlamaq, hisslərini ifadə etmək, əsəbləşmək və s. Bunların hamısı öz-özlüyündə yaranmış, yəni situasiyalara uyğun formalaşmış duyğulardır və ifadə edilməlidir. Psixoloqa sən heç əsəbləşirsən və ya da heç ağlayırsan sualını vermək, düşünürəm ki, qarşı tərəfin çox məlumatsız olduğu anlamına gəlir bu sahə ilə bağlı. Ümumən insan hissləri barədə demək olar ki, heç nə bilmir. Biz əsəbləşirik də, ağlayırıq da, öz hisslərimizi kəskin şəkildə ifadə də edə bilirik, soyuqqanlı da ola bilirik. Burada vacib olan məqam insanın öz duyğularını, hisslərini necə idarə etməsidir. Yəni biz hər birimiz əsəbləşə bilərik. Hər birimizdə aqressiya yarana bilər. Amma onu idarə etmək artıq fərddən fərdə görə dəyişir. İndi sual, seanslarınız ödənişlidir? Yox, mən pulsuz şəkildə keçirəm. Bütün seanslar pulsuz şəkildə olmalıdır. Bizim insanlarda belə bir təfəkkür tərzi var. Yəni, hamını bura aid etmirəm. Amma bir sıra kütlə var ki, onların düşüncə tərzində bu belədir ki, sən psixoloqsansa insanların dərdini dinləməlisən. Burada pulsuz şəkildə məsləhət verməlisən. Mən dərdimi, problemimi sənə yazım bu boyda və sən onun hamısını oxu, təhlil elə, mənə cavab ver. Mən təzə işə başlayanda, hardasa 4 il bundan əvvəl, təzə səhifəni açanda psixoloq adını yazmışdım orada və baxırdım ki, mənə mesajlar yazırlar. Elə adam olurdu ki, hər gün dalbadal yaşadığı situasiyanı mənə danışırdı və mən təcrübəmdə olmamışdı deyə elə bilirdim ki, mən onların hamısını cavablamalıyam, hamısına yerli-yerində cavab verməliyəm, təhlil etməliyəm. O insana kömək etməsəm, demək ki, mən yaxşı mütəxəssis deyiləm. Əslində, hər şey göründüyü kimi deyil. Əgər sizin probleminiz varsa və düşünürsünüzsə ki, bunu psixoloq həll edə bilər, onda onu əməyinin qarşılığında dəyərləndirməlisiniz. Yoxsa mən problemimi yazım, psixoloq ona cavab versin. Bu psixoloq cavab verməsə, deməli o yaxşı psixoloq deyil. Bu təfəkkürdə siz yanaşsanız, təbii ki, heç bir insana güvəniniz də qalmayacaq, psixoloqlar da sizi ciddiyə almayacaq. Və mənə görə bu çox absurddur. Seans ödənişini soruşma, seanslarınız ödənişlidirmi? Bunu, bəli, müəyyən qaydada soruşmaq olar. Bəlkə ola bilər ki, siz onun hardasa ödənişsiz təlimlərini görmüsünüz və düşünürsünüz ki, bəlkə seanslarda da güzəştlər olar. Amma real vəziyyət bu deyil. Və sizin girib səhifədə psixoloqun nömrəsindən birbaşa yazıb, seanslarınız ödənişlidirmi və ya da öz probleminizi bu boyda yazıb, 10-15 dəqiqəlik səs göndərib, cavab gözləyirsünüzsə, sonra da psixoloq sizə cavab vermədən onu pis adlandırırsınızsa, pis insan kimi öz beyninizdə mənalandırırsınızsa, bu, bilmirəm, özünüz düşünün. Üçüncü mənasız sual. Sən psixoloqsan, üzümə baxanda nə hiss edirsən? Səncə mən normalam və ya da mən necə bir insanam? Biz nə qədər insanları təhlil etməyə bacarırıqsa, insanların davranışlarını, onların, belə demək mümkünsə, vizual olaraq görüntüsünə əsasən necə bir insan olduğunu təyin edə bilsə belə, bir insanı görən kimi onun haqqında qəti fikirlərdə olmuruq. Yəni, bu qeyri-mümkündür. Əgər sizə kimsə deyirsə ki, mən səni ilk baxanda tanımlayıram, sənin bütün xüsusiyyətlərini bilirəm, sənin normal, anormal olduğunu təyin edə bilərəm, o insana inanmayın. Düzdür, bəzi dırnaqarası elmlər var ki, orada
elmi cəhətdən sübut olunmayıb, amma yanaşma tərzi olaraq bədən dilidir, üz quruluşuna görə insanların təhlil olunmasıdır və s. Bunlar müəyyən qədər insan xüsusiyyətlərini sizə göstərə bilər. Amma psixoloq o demək deyil ki, sizə hər bir üç çizginizdən psixoloq sizin necə bir insan olduğunuzu təyin edə biləcək. Psixoloq sizi müşahidə edə bilər. Uzun müddət siz o psixoloqla vaxt keçirdikdə, onunla danışdıqda, müəyyən davranışlar sərgilədikdə, hansısa bir reaksiyalar verdikdə, ona əsasən sizin haqqınızda təsəvvür yarana bilər. Ona görə də psixoloq görən kimi mən necə bir insanam səncə, mənim haqqımda nə düşünürsən, mən normalam yoxsa anormalam, bu kimi sualları verməyin qətiyyən. Növbəti mənasız bildiyim sual. Mən neçə seansa düzələrəm və yaxud da siz məni bir seansa dəyişdirə bilərsiniz? Sanki bu bilirsiniz necə bir təəssürat yaradır. Elə bil ki, qarşı tərəf səni sınamağa gəlib, özünü təsdiq eləməyə gəlib ki, psixoloqlar həqiqətən də yaxşı deyil. Yəni, o məni bir seansa və yaxud da bir neçə seansa sağalda bilmirsə, deməli o psixoloq deyil. Bu əslində reallıqdan tamamilə kənarda. Əgər siz psixoloqa müraciət edirsinizsə və sizə vəd verirsə ki, mən səni bir seansa düzəldə bilərəm, yaxud 5 seansa mən səni tamamilə sağaldaram, sənin özgüvənin, sənin obsessiv kompulsiv pozuntun, nə bilim, depressiyan 5 seansa tamamilə həll olacaq. Məndə elə bir proqram var ki, o proqram əsasında səni 5 seansa düzəldərəm. Heç birinə inanmayın. Yəni, elə bir elmi metodika yoxdur ki, bir insanı 5 seansa, 10 seansa düzəltsin. Düzdür, protokollarda var insanın hansı xəstəlik desək, yəni psixoloji pozuntunun neçə seansa hansı növ terapiya üsulunun tətbiq olunması. Tutaq ki, kognitiv davranış terapiyasında protokol əsasında OKB-nin müalicəsi misal üçün göstərilir. Misal üçün deyirəm 20 seans. Burada da hansı etaplar var, onlar bildirilir. Bunun özü belə nisbi xarakter daşıyır. Yəni siz 20 seansa gəldim, mən orada göstərilən təlimatları sizə tətbiq elədim. Bu da hər insanda eyni nəticəni vermir. Ona görə mən bunu mənasız hesab edirəm. Mən bir seansa düzələ bilərəm, mən 5 seansa düzələ bilərəm. Neçə seans məni tam şəkildə sağalda bilər? Bilmirəm. Yəni mən bilmirəm onu həqiqətən. Növbəti sual. Siz mənim gələcəyimi necə görürsünüz? Bu və bu tipli gələcəklə bağlı suallar. Sizcə o mənə yazacaq? Sizcə mən ailə qura bilərəm? Sizcə mən işə qəbul ola bilərəm? Bu tipli gələcəklə bağlı sualları siz məncə falçıya versəniz, bəlkə o təxmini sizə nəsə cavablar verə bilər. Amma bu suallar psixoloqa verilməli olan suallar deyil. Biz hansısa bir şəxsin gələcəyi ilə bağlı proqnoz verə bilərik. Necə verə bilərik? Onun xarakteri, onun bacarıqları, həyata baxış tərzi və s. Bütün bunlar onun gələcəyi haqqında nəyisə ehtimal etməyə imkan verir. Amma gələcək haqqında konkret olaraq sən evlənəcəksən və ya da sən bu işə qəbul ola bilərsən, o sənə mesaj yazacaq. Bu şəkildə bizdən nəsə gözləməyin. Əgər bunu istəyirsinizsə ki, kimsə sizə yol göstərsin, kimsə sizin gələcəyinizlə bağlı sizə nəsə informasiya versin, onda falçılara və yaxud da ekstrasenslərə müraciət edə bilərsiniz. Mənasız gördüyüm suallar kateqoriyası içərisində şəxsi sualların verilməsidir. Girib psixoloq səhifəsinə. Siz evlisiniz, siz özünüz terapiyaya gedirsiniz, əvvəl neçə psixoloq qəbulunda olmusunuz, sizin qardaşınız, bacınız var, atanız, ananız var, hansı ərazidə yaşayırsınız, sevgiliniz var, ailəli sizsə neçə övladınız var. Bu kimi sualların verilməsi etik qaydaların pozulmasıdır. Psixologiyada etik prinsiplər var, onların pozulmasıdır ilk növbədə. Digər cəhətdən isə insanın özünün ünsiyyət modelindəki etik çərçivənin pozulmasıdır. Yəni sən tanımadığın bir şəxsə, psixoloq kimi onu tanıya bilərsən, amma şəxsi olaraq tanışlığın olmadığın bir insana şəxsi suallar verməyin düzgün deyil. Yəni sən ailəlisən, mənim ailəli olub olmamağım, nişanlı olub olmamağım, ailəliyəmsə övladımın olub olmamasının bizim terapiya prosesinə heç bir təsiri yoxdur. Yəni bir mütəxəssis kimi mən buna yanaşıramsa, sən bunu soruşmamalısan. Və digər bir sual da var bunların içərisində. Sizin dininiz nədir? Psixoloqun dini inancı, həyata baxış tərzi onun işinə təsir göstərməməlidir. Yəni mənim dinim nə olsa da, dünya görüşüm nə olsa da, mən orada psixoloji taktikaları tətbiq edirəm və şəxsin probleminə uyğun şəkildə davranıram. Dinimin, məzhəbimin bura heç bir aidiyyəti yoxdur. Və gələn bir şəxsə biz bir insan kimi yanaşırıq ilk növbədə. Dinindən, irqindən, cinsindən asılı olmayaraq. Və bu səbəbdən dolayı düşünürəm ki, bu suallar verilməsi o qədər də xoşuma gəlmir, yəni şəxsi olaraq. Siz nə düşünürsünüz bu mövzuda? Əgər sizin də psixoloqa verdiyiniz, mənasız gördüyünüz suallar varsa, aşağıda qeyd edə bilərsiniz. Növbəti videoların davamı üçün səhifəmi izləməyi, abunə olmağı və bu videonu bəyənməyi unutma. Hələlik!